Salam əziz şagirdlər. Bugün sınaq 9, yəni 15 noyabr 2025-ci ildə keçirilmiş sınaq 9-un izahını vermək istəyirəm sizə. 8-ci və 9-cu siniflər üçün keçdiyim sınağın izahını sizə təqdim eləyəcəm. Vaxt itirmədən sualların izahını keçək. Onu deyə bilərəm ki, suallar çox çətin suallar olmayıb. Təbii ki, üç bucaq suallarında biraz şagirdlər ilişib. Qalan suallar asan suallar, əksəriyyəti asan sual olub. Yeni dediyim kimi çətin suallar təbii ki, olmalıdır. İfadəsinin deyib qiymətini tapın. Uşaqlar, ifadəsinin qiymətini tapmaq o deməkdir ki, 856. Bir dəfə a kvadratı minus b kvadrat çıxmasam da, bir dəfə yazsam 856 çıxılsın 44. Bir dəfə yazsam 856 56 plus 44 bölünsün 406. Deməli uşaqlar 406 oldu. Bax indi 856-dan 44 çıxanda 812 eləyəcək. Vurma 900. Bölünsün 406-ya. Bax 812-dən 406 ixtisar gedəndə yuxarıda 2 qalacaq. Qalacaq elə bil 2 vurma 900. O da deyəcək 1800. Yəni cavab 1800 olacaq. Ondan başqa uşaqlar nəyə baxmaq lazımdır? C2 olarsa ifadənin qiymətini tapın. Əvvəlcə sadələşdirək bu sualları. 3C üstəgəlsin 2 üçün 6. Bax əvvəlcə bu 2-ni 3-ə verəcəksən, 2-ni C-yə verəcəksən. Çıxılsın 2C. Bu da olacaq 3C-dən 2C çıxanda uşaqlar olacaq C plus 6. C-nin qiyməti 2 olduğu üçün 2 plus 6 o da deyəcək 8. Cavab 8 alınacaq. 2/4-də 3 nə deməkdir? 2/175 deməkdir. Üstəgəlsin 0,5 bu da deyəcək 3/125. Bu ədədin tam hissəsini deyib sizə cavab 3 olacaq. Bu sual maraqlı sual idi. Tənbəlin üzərində götürülmüş nöqtədən tərəflərə çəkilmiş perpendikulярlar bərabərdir. Bu kök altında 3-dürsə, belə bir xətt çəksəm, bu da kök altında 3 olacaq. Toxunanlar da bu toxunanlara əsaslanır. Bu məsafələrdə eyni olacaq. Bu 4-dürsə, bu 5-dən 4 çıxacaq, 4 bərə olacaq. 5 olmalıdır axı, 1 də bərə olmalıdır. Bunu istəyirəm ki, başımız qarışmasın. Və bu da 90 dərəcə əmələ gətirməlidir. Düzbucaqlı üçbucağa görə x desəm buna. Olacaq x-in kvadratı bərabərdir kök altında 3-ün kvadratı üstəgəlsin 1-in kvadratı. X-in kvadratı bərabərdir 3-ün kvadratı 3, kök altında 3-ün kvadratı 3, üstə də gələn 4 alınacaq. X-in kvadratı 400, x-in isədir 2-dir. Bizdən də nə istəmişdilər? B-yin istəmişdilər. Yəni cavab 2 olacaq. A bəndə. Uşaqlar, çox adam 5 dənə hamısını toplayıb yazıblar. Ay yazıqlar, ay yazıqlar. Bunlara baxın. 5-in kubundan 5-də bir ixtisar edəndə 5-in kvadratı, yəni 25 alınır. X üssü 6, y üssü 4. Qüvvət deyəndə də uşaqlar, qüvvət üslərini toplamaq deməkdir. Yəni 6 plus 4 eləyəcək 10. Cavab 10 eləməlidir. 13 yazmışsınız. Çoxuz 13 yazıb. Deməli, ondan sonra nəyə baxmaq lazımdır? Ədədi 2 dəfə artırsaq, ədəd neçə faiz artır? Ədəd 100-dür uşaqlar. Birinci 100% götürəcəm. Belə suallar belə işləmək lazımdır. 100%. Onu 2 dəfə artırsam, olacaq 200%. Uşaqlar, ədəd əvvəlcə 100% idi. İndi oldu 200%. Nə qədər artdı? 100% artdı. Bunu səhv eləmişsiniz. Bu sadə sualdır. MB-ni tapın deyəndə, bu da elementlərin sayını tapacağam. O da 1, 2, 3, 4, 5 dənə. Cavab D bəndə olacaq. Deyib ki, ədədin natural bölünən sayını tapın. Uşaqlar, burada səhv, elementar səhv düşüb, texniki səhv olub. Bunun bir dənəsi 51-dirsə, yəni bir dənəsi 53 eləyək. Yəni, bu da 48 idi zaten onsuz. İndi uşaqlar, natural bölünən sayını tapanda əsasına baxırdım. Sadə ədəddirsə, üstünə 1 vahid gəlirdim. 49 plus 1 eləyəcək 50. Belə. Sadə sual idi. Dediyim kimi, uşaqlar, çox çətin sual olmayıb zaten. Ondan başqa uşaqlar, davamına baxaq. Davamda nə sual olacaq? Hansı sual olacaq? İndi davamda belə bir sual qabağımıza çıxır. Deməli, indi buna baxaq. Deyib 234 ədədini 2, 3, 4 nisbət elə. Birinci düzüm tansı nisbətlərə bölsəm, birinə 2K deyəcəm, birinə 3K deyəcəm. Bundan çox işləmişim. Birinə 4K deyəcəm. Bax, cəmi neçə olmalıdır? 234 olmalıdır. 2K plus 3K plus 4K eləməlidir 234-də. Toplayanda 5K üstünə 4K gələndə 9K 234-dür. K eləyəcək 234-ü bölürəm 9-a. Yəni elə bölək. 200, mənim şifayı niyə bölmədiniz? 34 bölünsün 9. 26.
26 elədi. Niyə bölmədim? Çünki gərəksiz. Yəni mən zaten onu bilirəm də. Mən özə imtahanda da bunu belə deyim də kalkulyatordan bölən adam deyiləm əslində. Bunu mən şifahi də bölə bilərəm. Qabağımıza çıxanda deyin ki, indi başqa videoya baxan adam nə olacaq? Deyəcək ki, müəllim kalkulyatorla bölüm, amma zaten asan sualdır. Nədir ki bu? Yəni 26. Qanı tapdım 26. Gətirib ədədlər tapmağa nə var ki? 2 vurma 26, yəni 26 eləcə 52. 52 balaca ədəd budur, kiçik ədəd. 3 vurma 26 eləyəcək 78. 4 vurma 26 o da eləyəcək 28-i 26-na 4-ə vuranda 104 alınacaq. Deməli 104. Baxaq bir dənə. Deməli 160. Düzdür. Deməli bir də baxaq. 100, düzdür. Bəli. İndi deyib ki, uşaqlar düz mütənasib hissəyə böldükdə alınan ən kiçik ədəd A ilə. Deməli ən kiçik ədəd 52 deyil, A 52 imiş onda. Ondan sonra B ədədinə baxaq. B ədəd. Deyib tərs mütənasib hissəyə böləndə 2-də 1 K, üstə gəlinsin 3-də 1 K, üstə gəlinsin 4-də 1 K. Bərabərdir 234-ə. Eyni məxrəc gətirsən bunu 6-ya vurmalıyam, bunu 4-ə vurmalıyam, bunu da 3-ə vurmalıyam. Bu deyəcək 12-də 13K bərabərdir 234-ə. K-nı tapanda 234-ü tərsinə vuracam da 13-də 12-yə vuracam. Gəlin ixtisar eləyək. Həməli bunu indi özü şifahi ixtisar edin, baxa bilirsiniz 18. Deməli 18 niyə? 23-ün içində 13 bir dəfə, 10, 104-ün içində də 13 8 dəfə. 8-də 12-yə vuranda deməli 2, 8, 16, 6, 1 yadda 8, 13, 1, 100, 236 eləməlidir səhvimizə. 236. Elədir 236. İndi uşaqlar baxaq bir dənə. Deməli baxaq düz elədik bir dənə. 18 vurma 12 eləyəndə yenə dediyim kimi bunu yazaram. 180 plus 36, yox 216. 216 edəcək. İndi uşaqlar davamına baxaq. Deməli K-nı da tapdım. İndi 216 elədi. Ədədlərdən deyib ən kiçiyi. Ədədləri tapaq əvvəlcə. 2-də 1 K deyil. 2-də 1 vurma K. K neçədir? 216. O da eləcək ixtisar edəndə 108. Bu 108 elədi. Ən böyüyümüş deməli. 3-də 1 K deyəndə 3-də 1 vurma 216. Bundan bu ixtisar elədim. Deməli 72. Belə elədi 72. 4-də 1 K deyəndə isə uşaqlar 4-də 1 vurma 216. Bundan da bu ixtisar getdi. 54 alınacaq. Səhv eləmirəmsə. Bu da 54-dür. Deyib ki, tərs mütənasib böldükdə isə ən kiçik ədəd 54-dür. Bunu da B-dən işarə edək. B 54 imiş. İndi A-dan B-nin cəmi. A-nı tapmışdım 52. 52 plus 54 bu da eləyəcək 106. Çox qəşəng sual idi, biraz vaxt aparan sual idi, amma çətin, ölümcül sual deyil təbii ki. Baxaq davamına uşaqlar. Hansı ədədin 20%? Təbii ki, bu 30 ədədin 20% 6-dır. Amma veya x vurma 20 bölünsün 100, belədir tənlik, bərabərdir 6-ya 6, x vurma 20. Məxsədə bir atsam, eləcə 600, x-ə bərabərdə 620 bölündə 30. Cavab 30 olacaq. Bu da bir dənə modul olmalı idi. Düşməyib. İfadəsinin qiymətini tapan. 7-dən 9 çıxanda mənfi 2. Moduldan mənfi 2 çıxılsın. 2 üçün 6, 6. Modulda da 3 dənə də mənfi 6-ını toplayanda mənfi 3 plus 1 üstə gəlsin moduldan mənfi 1. Mənfi 2-dən moduldan 2 çıxır. Mənfi 3-dən moduldan 3 çıxır. Bölünsün 1 plus 1 o da eləyəcək. Mənfi 1-dən 1 çıxacaq. Üstünə bir gəndə 2 eləyəcək. 2-dən 3 çıxanda mənfi 1 bölünsün 2. Cavab B bəndi. Bu uşaqlar sadə sualdır. Qayda əsaslanan sualdır. Düsturumuz belədir ki 90 üstə gəlinsin. A bucağı bölünsün 2-yə. Bu düsturu yadda saxlayın. 90 plus A bucağı 80-dır. 80 bölünsün 2 40. 90 da 40 gələndə 130. Bunu ixtisar eləmək cəbir kəsilə aid sualdır. X-5, x plus 5 idi. Açılış. Bölünsün 3, x minus 5-ə. X minus 5-də ixtisar getdi. Qaldı x plus 5 bölünsün 3-ə. Bu sual da sadə sualdır uşaqlar.
Açılışını biliyorsunuz 10A üstü gəlsin B, üstü gəlsin 10B plus A bərabərdir 44-ə. 11A plus 11B bərabərdir 44-ə. Hər tərəfi 11-ə bölsəm, A plus B bərabərdir 44, 11-ə böləndə. 11A-nı 11-ə böldüm, A düşdü. 11B-ni 11-ə böldüm, B düşdü. 44-ə bölündü, 4 alındı. A plus B-nin də cəmi 4 olacaq. Cavab B bəndi olacaq. Ondan sonra uşaqlar aşağıdakı təşkillərdən neçəsi yanlışdır? Kök altında 9 ədədi 3-dür. Bunu deyib ki, irrasional ədəddir. Uşaqlar düz deyil axı, rasional ədəddir. Deməli bu yanlışları seçirəm mən. 1 yanlışdır. 2 tək ədədin cəmi fərqi tək ədəddir. 2 tək ədədin cəmi bu da yanlışdır uşaqlar. Niyə? 3-dən 1 çıxanda ümumiyyətlə cüt ədəddir. Cüt ədəddir 2-dir. Amma 1-dən 3-ü çıxanda mənfi 2 alınır. Bu da deyir natural ədəd olmalıdır. Natural ədəddir. Səhvdir. Bunu da seçirəm. Səhvləri tapıram da. Kök altında 3 ədədi pi ədədi irrasional ədəddir. Bəli. Bunu silirəm. Düzləri silirəm. Kök altında 3 çıxılsın 3 ədədi fərqi müsbət ədəddir. Baxın uşaqlar, müsbət ədəd 0-dan kiçik ədədlərdir. Bundan çıxır təxminən 3 tam nə qədər? 3 tam 10-2. Bundan da 3 çıxanda 0 tam 10-2 alınacaq. Müsbət alınacaq yəni. Amma deyim mənfidir. Müsbətdir, yox, müsbətdir deyib silirəm, düzgündür. Düzbucaqlı, üstbucaqlı, bucaqların cəmi 180 dərəcədir, səhvdir, 90 dərəcədir. Bunu tapıram. 4 və 9-un həndəsi ortası 6-dır. Düzdür, yəni kök altında 4 vurma 9-dur bu. Bu da eləyəcək 4, 9, 36. 36-dan da çıxacaq 6. Yəni bu da düzdür. Düzü silirəm. Səhvlər mənə lazımdır. A-nın kubun düsturu belə deyil uşaqlar. Bu A plus B-nin bir mötərizədə belə A kvadratı minus AB plus B kvadratı imiş. Amma bunu siz səhv yazmısınız. Səhv kimi yox, düz kimi götürmüsünüz. O baxımdan cavablar bəzən səhv olub. Bu da yanlışdır. Yəni yanlışlar olduğu üçün yanlışlar tapıram da mən. Düzbucaq təpəsində çəkilmiş hündürlüyü tapmaq üçün belə düsturdan istifadə olunur. Bəli. Düz olduğu üçün silirəm. Belə bu düsturda var. Belə bir düsturda var. Bunu da silirəm. 120 ilə natural bölünən sayı 10 deyil. Bunu da silirəm. Deməli, neçə dənə yanlışımız oldu? 1, 2, 3, 4 dənə. Çoxdan 5 dənə götürülmüşdü. Bir dənə baxım bir dənə. Mən hansını səhv götürmüşəm ki? 2, 3, 4 dənə. Hə, yanlış deyə, bu da yanlışdır. Yanlışı seçsən də uşaqlar, yanlışı seçirsiniz. O baxımdan 10 da yanlışdır. O baxımdan cavab D bəndi olacaq. Deyirəm axı, sual adı sualdır. Uşaqlar, bunu biraz üçbucağı tamamlamaq üçün bunu biraz ödərəm. Bu x-dir, bu da x-dir. Deməli, x-i tapmaq üçün 120 plus 30 dərəcə. X-i tapanda olacaq, A-dan B-nin paralelliyin verməli idi, verməyib. Onu verməli idi mütləq. Olacaq 150 dərəcə. Heç kim ayrılmayıb ki, mənim bunun paralelliyin verməyə lazımdır. Uşaqlar, bu əslində bu sual kodlaşdırmalı sualdır. Yəni, cavab tam alınmalı idi. Bunu n-in üstü 5 yazsaydım və n üstü 3 yazsaydım, hə, bunda n üstü 5 olmalı idi, yazmamışam. Heç nə ixtisar edək. 9-dan 9 ixtisar elədim, 1 alındı. M üstü 6-dan M üstü 5 ixtisar elədim. M üstü 5 yox, M üstü 6 ixtisar getmir. Bax, n üstü 3, n üstü kvadratına ixtisar eləyəndə, belə deyim də, bu n kvadratı, bir də n kubu gedir, 1 qalır hamısında. Ondan sonra M üstü 6-dan M üstü 1 gedir, M üstü 5 qalır. 9-dan 9 gedir, bunlar da getdi. Qalır M üstü 5 bölünsün N üstü 5 qalır. Bax, belə. Bu cavab. Uşaqlar, bax, bəxşi kimi tənbülənin üzərindən götürülmüş məsafələr eynidir. Bu 12-dirsə, deməli, bu da 12-dir. 21, 13, 12, bax, bu 5 olmalı. Düzbucaqlı, üstbucağa görə. Katetin bir dənəsi 5 olmalıdır. Bu 5-dirsə, bu da 5-dir. Bu ümumi nə qədər olmalıdır? 16. 21-dən 5-i çıxanda 16 qalır. Bu düzbucaqlı, üstbucağı deyil uşaqlar. Düzbucaqlı, üstbucağa görə bu C məsafəsini tapanda və ya M məsafəsini tapanda M-nin kvadratı bərabərdir 12-nin kvadratı plus 16-nın kvadratı. M kvadratı bərabərdir 12-nin kvadratını 16-nın kvadratını toplayanda 400 eləyəcək. M də eləyəcək. Deməli 20. Bizdən də DC məsafəsi, yəni M məsafəsi istəmişdi. 20 olacaq. 15 ədədinin 30%-ni tapın. 15 ədədinin 30%-ni tapmaq 15-i 30-a vurub 100-ə bölmək deməkdir. 15-i 30-a vuranda 450, 100-ə də böləndə 4,5 alınacaq. Bu sadə sual idi, o da sadə sual idi. Bunu 5 kim 10 üstə 1 gələndə 2-də 13 olacaq.
11 olacaq. Bax üstün 5-in 10, o da 1, 11. 11-də 4 üstə gəlinsin. 8-də 3, 2 üçün 6, 3-də 8. 8-ə getdi. Heç nə yazmamışıq. Deyirmiş heç nə qalmır. Niyə qalmır? 1 qalır uşaqlar. Bunu çox adam yazıb ki 2 plus 0. Ay 1 qalır axı. Bunu ixtisar edəndə 2, bu da 1, 11-dən 11 getdi. 1 alındı. Olacaq 2 plus 1, bu da 3. Mağazada kostyumla ayaqqabının birlikdə qiyməti 640 manat idi. Sonra kostyum 20% qədər, ayaqqabı isə 40% qədər ucuzlaşdı. Satışdan belə oldu. Deməli, mağazada olan kostyum yazaq. Kostyum. Bir də ayaqqabı. Bir dənəsi X deyək, bir dənəsinə 640 çıxılsın X deyək. Suallardan çox salmışam sınaqlara. Deməli, birlikdə qiyməti 640 manatdır. Sonra kostyumun qiyməti 20% ucuzlaşıb. Yəni X vurma 20% ucuzlaşıbsa 80% qalıb da. Belə. Deyib, amma ayaqqabının qiyməti isə 40% ucuzlaşıb. Yəni 60 vurma 80 bölünsün 100. O yaddan çıxdı. 640 çıxılsın X 40% gedibsə deməli 60% qalıb. Ucuzlaşıbsa 60% qalıb da. Bölünsün 100-ə. İndi bunların cəmi neçə olmalıdır? 484 manat olmalıdır. 484 manat. Deməli X vurma 880 bölünsün 100 üstə gəlinsin. 640 çıxılsın X vurma 60 bölünsün 100 bərabərdir 484-dür. İndi baxın bir dənə. Deməli 100-də 80x üstə gəlinsin 646 verəndə 60-a verəndə 4-ün 24 4 2 hətta 384 yəni 2 dənə də 0 çıxılsın 60x bərabərdir 484-ə. İndi 80x-dən 60x çıxanda 20x plus 38.400 bərabərdir 48.400. Tənasüb şəkildə 100-ə verdim 400-də. 20x bərabərdir. Bundan bunu çıxanda deməli qalacaq 10.000. X-ə tabanda 10.000-i də 20 bölündə 500. Bizə deyib kostyumun qiyməti, kostyum ilkin qiyməti nə qədər olub? 500 manat. Ayaqqabının qiyməti isə 640-dan çıxacaqdım. 500 çıxacaqdım, 140 manat olacaq. Deməli ayaqqabı 140 manatdır, kostyum isə 500 manatdır. Deməli uşaqlar bu suala baxaq. Bu təbii ki, məxrəc asandır. Asandır, sürət bir çətindir. 4 vurma. Bunu yazsam 99-da 12. Üstə gəlinsin. 7-də. Deməli 99-da 42. Üstə gəlinsin. 99-da 54-də 6. Da hesablayaq. 99 qalxacaq yuxarı. Olacaq 4 vurma 99 bölünsün 12. Üstə gəlinsin. Birini qalxacaq yuxarı. Olacaq 7 vurma 99 bölünsün 42. Üstə gəlinsin 6 vurma 99 bölünsün 54-ə. Gəlin indi ixtisar eləyək. Deməli bundan bu ixtisar getdi. 1, 3, 99-dan 3 ixtisar edəndə 33. Bağlandı 33. Bundan bunu ixtisar elədim. 1, 6. 99-da 6-ya tam bölünmür axı. O da söhbət istəmirəm də tam bölünsün istərəm. Neçə səhv eləmə düşdü. Deməli 99-a, bu da 54-də. Deməli 6 aşağıda qalır da. Neysə. Üstə gəlinsin. İkisini də ixtisar edərəm. 2-də. Deməli bunu ixtisar edərəm. İkisini 3-ə. 33. Bu da 2. 2-də 33. Üstə gəlinsin. Bundan bunu ixtisar edəndə 1, 9. 9. 9-dan 99 ixtisar edəndə 11 alındı.
Bu da elədir 11. 33 ilə 11 ixtisar edəndə 44 plus bunu da böləndə 33-ü 2-yə böləndə eləyəcək 17 15 tam 16,5. 16,5. 44-dən də 16,5 toplayanda eləcək 50,5. Bu belə. Məxərəc belə. İndi 1 plus 4-də 1, 4-də 5, 5-də 6. Hamısı belə gedəcək. 6-da 7, nöqtə, sonuncu 76-da 77. 5-də ixtisar getdi, 6-da ixtisar getdi, 7-də ixtisar getdi, 70-də. Bu da olacaq, deməli, 4-də 77 qaldı. İndi uşaqlar, biz bunu bilməliyik ki, indi 50 tam, 10-da 5-i də bölməliyik, 50 tam 10-da 5-i də bölməliyik. Bu tərəfdə yazaq, onsuz çox da ona yer lazım deyil. 50 tam, 2-də 1 yazıram, bölünsün. Deməli, 4-də 77. Deməli, uşaqlar, bu olacaq 50-ni 2-yə vərəndə. 2-də 101 bölünsün, vırma 77-də 4. Bundan bu ixtisar getdi. 2, bu da 1. 101-i də 2-yə vərəndə 77-də 202. Bu şəkildə də saxlaya bilərsiniz və ya qarşı qədətini ifadə eləyək. 3 çoxluq eləyək 2 dəfə. 77-də 2,77-də 150 202-dən 154 çıxanda, amma ixtisar edə bilərdim, yox, ixtisar eləmək olmur. Deməli 8 qalacaq. Bunda 9 qalıb 4, 48. Belə bir cavab aldım uşaqlar. Nəsə indi texnik səhv edə bilərəm, hardasa. Amma çətin sual tiplərindən idi, təbii ki. Bunu açıram A minus B, A plus B. Bu A plus B'dir. Bu olacaq A plus B. A'nın kvadratı minus AB plus B kvadratı. Bir də A kvadratı minus AB plus B kvadratı. Buna ixtisar getdi. A plus B ilə də ixtisar getdi. Qaldı A minus B, A plus B. Bu da olacaq A kvadratı minus AB kvadratı. Yəni, bu cavab olacaq. Uşaqlar, M qaydası var burada. Paralellik şərti verilib. X bərabərdir. 70-dən çıxacam 20-ni. X olacaq 50. Gətirib qiymət yazacam. 2 vurma 50. Üstə gəlinsin 70. 2-ni 50-yə vuranda deməli 100. Üstünə getin 170. 170-i də sadə bölə şəklində yazacam. 2-yə bölsəm 85. 85-i 5-ə böləndə 17. 17-ni də 17-yə böləndə 1 alınır. Deməli 2 üstü 1, 5 üstü 1, 17 üstü 1. Deməli sadə bölənləri deyəndə uşaqlar, sadə bölənləri hansılardır? 2-dir, 5-dir, 17-dir. Cəmi deyəndə 2, 5, 17 toplayanı neçə eləyəcək? 10 üstünə 7 gələndə 2 üstə 5 gələndə 7, 2 plus 5 plus 17 eləyəcək 24. Cavab 24 olmalıdır. 25-ci sual uşaqlar. Burada yanlış yazılmayıb, sonradan düzəliş olub. Deyib ki, saat 13:20-dir. Dəqiqə və saat əqrəbi arasındakı bucağı tapın. Tapın. Deməli, uşaqlar, 13:20 axşam saatindən ifadə etsəm, 00:20 deməkdir. 20. Deməli, bizim də düsturumuz belədir ki, 11 dəqiqə çıxılsın 60 saat modulda mənfalnaşı olmasın deyə bölünsün 2. 11 dəqiqəmiz neçədir? Dəqiqə 20 dəqiqədir. Hesabda 20 dəqiqə. Saat 0 saat. Yəni 0-dır. Olacaq indi 11 vurma 20 çıxılsın 60 vurma 0 bölünsün 2-yə. 220 çıxılsın 0 bölünsün 2, o da eləyəcək 110 dərəcə. Cavab
110 dərəcə olacaq. Bu qədər uşaqlar. Elə də çətin deyildi. Sağ olun.